Herkese salam dostlar. Bugün sizlerle birlikte dostlar eleştiriye kaldığımız yerden devam edirik dostlar. Bugün dostlar bilirsiniz dostlar Brain notları bilirsiniz və onlar Azərbaycanda xəbərlərə çıxıb və bugün onları eleştirəcək. Çox uzatmadan indi videomuza keçək. İzləyin əziz tamaşaçılar, əziz valideynlər. Ballerino Cappuccino, Bombardini Crocodilo, Lillarilla və bənzərləri və digərləri təbii ki bu ilk baxışda rəngarəng, eyni zamanda əyləncəli, hətta uşaq təxəyyülünü stimullaşdıran fiqurlar kimi görünür. Nələrdən təsirləndiyini, baxdıqları videoların onların psixi sağlamlığına necə ziyan vurduğunu mütləq bilməliyik. Nə kimi uşaqlara ziyanı ola bilər? Məhz bu məsələni elə hal-hazırda psixoloq Agül Məlikova ilə hər vaxtınız xeyir bir daha. Ümumiyyətlə, əgər biz bir deyim var, gələcəyi məhv etmək istəyirsə, uşaqlardan başlayın deyə. Bəli. Səsim gəlirmi? Bəli, tamamilə. Gələcəyi məhv etmək istəyirsinizsə, uşaqlardan başlayın deyə bir deyim var. Və biz nəzərə almalıyıq ki, uşaqlar bizim gələcəyimizdir və gələcəyimiz həqiqətən də hal-hazırda təhlükə altındadır. Gələcəyiniz təhlükə altındadırsa, onlara elə telefonu öyrətməyin. Özü böyüyəndə onsuz da öyrəndə, siz onlara telefonu elə tələsib öyrətməyin. Sarsılacaq ifadələr işlədilir. Biz orada düşünə bilərik ki, bu İtalyan dilindədir, fərqli dillərdədir, amma uşaqlar bunu araşdırırlar, hansı mənaya gəldiyini bildirirlər. Hətta bəzi insanlar deyir ki, xeyr, bu mənanı vermir, amma bu iki versiyada səslənir. Bir tərəfdən Bombardino Crocodilo deyildiyi zaman ətrafı partlatmaq, dağıtmaq lazım olduğunu və diqqət edirsinizsə, orada krokodil hətta özü bir qırıcı təyyarə şəklindədir, ətrafı dağıtmaq mənasında və izlədiyim qədərilə sakinlərin də bir çoxu zaten hal-hazırdakı animasiyaların uşaqların psixoloji durumuna və eyni zamanda yetişkinlərin də psixoloji durumuna nə qədər mənfi təsir edir. Bir digərində isə ətraf aləmin dağıdılmağı, uçuldurmağı, sağlam gələcəyin olmamağı ilə bağlı da Tung sahura durmayanları döyür. Onda mən də sahur vaxtı gedim, əlimə çubuq alım, sahura durmayanları döyüm. Dostlar, indi burada xəbərlər dostlar böyüdüb. Dostlar, indi burada uşaqlar əlinə bomba alıb gedib ətrafı dağıtmayacaq ki, Bombardino Crocodilo'dan gördükləri kimi. Reklam videoları görürük və reklam videolarını gördükcə bunların yaxşı məhsul olduğunu düşünüb, yaxınlaşıb mağazinlərdən necə həmin məhsulları əldə ediriksə, eyni şey uşaqlar üçün də keçərlidir və bir canlıya zərər verdikləri təqdirdə artıq onlarda sosiopatik bir davranış formalaşır. Sosiopatik davranış nədir? Artıq caniliyin təbliğ olunmağı başlanılıb ki, bu ciddi mənada təhlükədir. Dostlar, indi burada deyir ki, uşaq orada görür ki, bir canlıya zərər verir, uşaq da gedib qaza gəlib gedəcək ki, orada adam öldürdüm, gedim mən də adam öldürüm, eləməyəcək ki. Daha ciddi şəkilləri var. Məsələn, eyni cinsli nümayəndələrin eyni yatağa girməkləri və orada cinsəl görüntülər belə əks olunur. Bu da uşaqlarda yenə də cinsəl seçimin də mənfi təsir olduğunu göstərir. Çünki uşaqlarda 14 yaşına qədər cinsəl tanımlama, hansı cinsə tam şəkildə mənsub olma düşüncələri tam şəkildə aydın olmur, amma 14 yaşından sonra isə onlarda cinsəl tanımlama, hansı cinsin üzvü olduğunu daha dərindən hiss etmə düşüncələri tam şəkildə həkk olunur. Və biz nəzərə alsaq bu videoları Heç bir brain notlarda cinsel görüntülər yoxdur. Diqqət eləsəz, hal-hazırda bir çox personajlar kvadrat şəklindədir. Məsələn, Minecraft var, Krutoy Papa deyə bir video var. SpongeBob dediyimiz həmin o Süngər Bob yəni. Personajlar var ki, hansı ki bu personajlar xüsusilə dördbucaq şəklində olduqları üçün uşaqlarda mənfi aqressiyanın formalaşmağına və artmağına gətirir. Düşüncə yarada bilər ki, necə? Ümumiyyətlə bildiyiniz kimi, məsələn, künclü olan şəkillər ümumiyyətlə insan aqressiyasına daha çox şiddətə meyilli olmağının da tərəfini göstərir və o yüzdən də burada uşaqlarda həm aqressiyanı, həm diqqəti və eyni zamanda da davranış pozuntularını yaradacaq halları da təkrarlayır. Məsələn, bir deyim var ki, indiki uşaqlar bizim yetişdiyimiz kimi deyil. Əslində, Hə, düz deyirsən. Onda mən hər gün Minecraft oynayım, mənim aqressiyam mənfi təsir göstərsin.
Ya siz nə danışırsınız? Həm də onsuz ki, süngərbə uşaqlar üçün deyil ki, böyüklər üçün də o. Və uşaqlar hər şeyə o qədər yaxından sahib ola bilirlər ki, Bəli. artıq burada uşaqlar əvvəlki oyunları oynamır. Siz diqqət etsəz əgər, məsələn, keçmiş oyunlara, bir də bugünkü oyunlara. Keçmiş oyunlarda nələr var idi? 7 şüşə var idi, rezinka deyilən Bəli. oyunlarımız bizim. Amma bu gün təəssüflər olsun ki, uşaqlar hər bir sahədə, hər bir yerdə əllərinə alırlar telefonu, restoranda da telefonlandılar, Bəli. parklarda da, Əvvəllər həyətdə toplu də. şəkildə oyunlar var idisə, indi hər kəs özü üçün, yəni öz telefonunda. Yəni əvvəl deyək ki, o 7 şüşə deyirdik, Əgər uşaqlara telefon öyrətməsəniz, baxmayacaqlar və keçmiş oyunları oynayacaqlar. Neyse dostlar, gördüyünüz kimi boş-boş danışılar. Dostlar, bir eleştiri videonun sonuna gəldik. Sağ olun və bay bay.